verilişin aparıcısı Murat Dadaşov. Akşamınız xeyir olsun hörmətli xanımlar və cənablar. Hər birinizi bu gecə burada görməyə olduqca şadam. Əziz dostlar, təqvim maraqlı bir əşyadır, bilirsiniz. Mən əminəm ki, hər birinizin evində, iş yerində təqvim var. Amma yaxşı düşünsək, dərindən düşünsək, təqvim sadəcə biri-birini əvəzləyən rəqəmlər toplusu deyil. Bu kağız üzərində yalnız indi yaşadığınız gün yox, həm də artıq yaşanmış xatirələr əks olunur. Bugün həm Azərbaycanda, həm də bütün dünyada yaşayan Azərbaycanlılar öz ev və iş yerlərində olan təqvimləri açıblar və gözəl bir günü, tariximizin şərəfli bir gününü qeyd etməyə hazırdılar, başlayıblar. Məsələ ondadır ki, hər il 15 iyun tarixi Azərbaycanda Qurtuluş günü kimi qeyd olunur. Bu 24 saat illər öncə progresif inkişaf yoluna qalxdığımız gün kimi Azərbaycanlı olduğumuzdan yenidən fəxr etməyə başladığımız məqam kimi xatırlanır. Və sözsüz ki, bugün bilavasitə mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əliyevimizin adıyla bağlıdır. Zamanında verilən qərarları və özünü gözlətməyən müdaxilələri ilə hər zaman yaddaşlarda yaşayan şəxsiyyət ölkəmizin müstəqil həyatına qayıdışı da elə zamanında oldu. Onun gəlişi xəyallardan reallığa, sözlərdən əməllərə keçid zamanı artıq yetişdirdiyi hər kəsə bəyan etdi. Bax, artıq o andan biz başa düşdük ki, zaman yetişdi, belə olacaq. Bugün təqvimlərdə qırmızı, bayram rəngi kimi qeyd olunur. O zaman bayramınız mübarək olsun. Qurtuluş günümüz mübarək olsun. Qoy çaylarımız qurumasın. Qoy ağaçlarımız kəsilməsin. Qoy çırağımız sönməsin. Bayramınız mübarək olsun dostlar. Bildiğiniz kimi 28 May günündə, bu gözəl Respublika günündə başladığımız bu gözəl şou, bu böyük bir şou, bax belə bir əlamətlər gündə artıq bitir. Mən fürsətdən istifadə bütün xalqımızı bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Xatırladıram ki, vaxtı ikən çalışdığım, iştirak etdiyim komandamız, Bakılı Oğlanlar komandası, KVN komandasının Heydər Əliyevə olan xüsusi sevgisi, xüsusi rəğbəti əlbəttə ki, bu bilinir, bu var və mən bugün xüsusi xoşbaxtam və mən bugünü xüsusi qeyd edirəm. Bayramımız mübarək olsun dostlar. Qurtuluş günümüz mübarək. Mən düşünürəm ki, artıq toplandığımız bir səbəb də, əlbəttə maşın sona çatdı. Maşının qalibi müəyyəndir. Dünəndən bəri zəng vurub danışırlar, deyirlər ki, o boyda şou oldu, niyə demədin sonunda kim oldu qalib, kim olacaq qalib? Sosial şəbəkələrdə ən müzakirə olunan mövzu. Günlərcə, nə bilim, bütün insanların evlərində, digər məkanlar, hər yerdə ən çox müzakirə olunan, ən çox danışılan bir məsələ. Maşın reality şousu, qarşı durma. Və 18 iştirakçısı ilə bərabər bu böyük bir hadisələri biz sizinlə canlı yayımda ATV telekanalının vasitəsilə yaşadıq. Mən fürsətdən istifadə edib ATV telekanalına dərin təşəkkürümü bildirmək istəyirəm. ATV telekanalı o baxdıqca baxılan kanaldır. Sözsüz ki, bütün şouları, verilişləri, xəbərlər baxılır və bu müddət ərzində istənilən çox gözəl bir şərait yaradıldı və biz bu şounu sizə nümayiş etdirdik. Mən fürsətdən istifadə edib ATV telekanalının rəhbəri cənab Vüqar Qaradağlıya öz dərin şəxsi təşəkkürü mən bildirirəm. Çox sağ olsun. Özü də rəhbərlik etdiyi komandada
hər zaman Azərbaycan tamaşaçılarını məhz yerli, doğma kanallara baxmağa dəvət edir və bu işdə çox böyük uğurlar qazanıblar. Sağ olsunlar. Bugün ATV telekanalı Azərbaycanın ən populyar televiziya kanalıdır. Bu həqiqətdir. Sağ olsun Vüqar müəllim və bütün komandası, minnətdarıq. Əziz dostlar, xatırladıram ki, dünən şoumuzun başlanğıcında qeyd etdik ki, 3 finalçıdan biri şounu terk etti. Aksana Resulova, bizim güzel rəqqasəmiz, aktrisamız Aksana Resulova bugün şovdadır. Ama 2 nəfər qalmışdı. Və gəlin onları dəvət edək və ola bilsin kim üçünsə bu artıq sil deyil. Amma əminəm ki, elə televiziya tamaşaçılar var ki, bugün də çaşqınlıq içindədir. Kim qalib oldu? İslam Mihrəliyev və Elcan Rəsulov. İslam Mihrəliyev, Elcan Rəsulov, xoş gördük dostlar. Gözəlsiz. Heç şübhəsiz ki, heç o final günündə dayanan, yorğun, nə bilim, gücsüz, gözünüzdə bir işıq belə yox idi, amma bugün nə gözəl. Salam aleyküm, axşamınız xeyir olsun. İştirakçılar da könülər hamısı gördüm, sevindim. Azərbaycan xalqını da salamlayıram. Çox həyəcanlıyam. Elcan? Bayramınız mübarək olsun. Bu qurtuluş gününü təbrik edirəm. Doğrudan da çox gözəl bir bayramdır və biz də bu bizim üçün 2 qat bayramdır. Mən sizi ürəkdən salamlayıram burada dostlar. Xatırladıram ki, bu günlər ərzində çox əziyyətli, çox gərgin, çox çətin geçdi bu günlər, amma bilirəm ki, bütün bunun arkasında bir sevinç var Elcan, düzdürmü? İslam düzdürmü? Bir sevinç var. Reabilitasyon oldu, yəni özünüzə gəldiniz yoxsa yox? Yox, gəlmiş özümüzə, şükür Allah. Yox, mən elə özümdəydim. İndi hər şey yaxşıdır. Əziz dostlar, gəlin mən bir xahiş edəcəm hamımız bu gözəl bir gündə bir süjetə baxaq. Lap beynimiz, ruhumuz açılsın, sevindirsin bizi. Söhbət ona gedir ki, İslam Mihrəliyev şovumuzun finalçısı, iştirakçısı bu günə qədər, bu ana qədər gəldiyi, keçdiyi bir yol var bu şovda. Ən yadda qalan məqamları gəlin bərabər baxaq ekranımızda. Olar mı? Gəlin. İslam. İslam. Kişi var ki, kişidir, amma kişi ilə işi yox. Kişi var nakişidir, amma deyir ki, kişi yox. Burada mən tutuzdurmayacağım, tutuzduranlar tutuzdurdu. Və anama demək istəyirəm ki, çox xahiş edirəm sənə. Səndən qurban olum, televizoru söndür, baxma. Mənim soyum var, köküm var, mənim Şah İsmail nəslindənəm. Mən heç kimdən qorxmuram, mənim damda Azərbaycan dayanıb. İranda, Ərdəbildə, mənim babamın orada qəbri var, Şeyx Süleyman. Mənim nəslim elə belə nəsil deyil, başa düşdünüz? Hə, belə şey görməmişəm, nasıl deyirəm, niyə bloqam? Var da SMS yerimiz var, mənim heç nəvi yoxdur, başa düşürsən sən? Niyə yoxdur? Ay var, Ərdəbil var, o qədər şey. Toplam atırsız oynatırsız. Mən heç vaxt özümü dartmamışam və yüksəkdən aparmamışam. Məndə yüksəklik qorxusu var. Mən səni o fikirləşdiyinə görə çıxartmıram. Məndə alçaqlıq qorxusu var. Və Azər qalır şovda. İslam, mən bura sabah çıxsam səni çıxardacağam. Oyun başlayanda məni biri çağırır oyuna, biri çağırır beni. Nə istəyirlər məndən başa düşmürəm. Neçə gündür bir dəqiqə deyən, məni yetim elədiniz. Kasıb elədiniz. Aa, mən eləmişəm səni yetim. Sən danışsa kişiyə qarışmayak qadına. Ay yox, onların mübarizəsidir. Onların mübarizəsidir. Külə yollam əsərəm mən, nəfəsin üçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə gündüz yeri səngər, vətənin qeyrətini qoruyan əskər. Kimi hörmət var, dursun gəlsin bura. Atamsan, gəl buraya. Gəlmirəm. Xahiş edirəm. Əslində özümü görürəm finalda, amma belə gedişlə görmürəm. Üçlük ola bilər Aksana Elcan Fərda, üçlük ola bilər Aqil Elcan Fərda. Mən özümü görmürəm həqiqətən. Yəni bu gedişlə bilirəm ki, vurulacam. O divanı bir səncə qucaqlayaram. Lay lay dedi, yatasan. Sen Nisan'a batasan. Nisan çıksın içinde, şirin yuxu tapasan. İslam çıxıvara Fərdadsa İslam ən alçaq adamdır. Sən özünü niyə İslam görə özü belə gəlsə, gəlmişsən? ən hündür yüksək adamdır. Niyə? Biz bura nəyə görə gəlmişik? Ola bilər mən büyün gedim. Mən onu hiss eləyirəm. Aksana, onsuz da mən təkəm burada, sən başa düş. İslam, mən... Sən getdin, mən getdim, onsa ikimiz gedəcəyik. Sən onu bil.
Mən artıq bezmişəm. Nə qədər İslam olar? Bu qədər İslam deyənə kimi bir dəfə İslama gəlin. Oyun bitdi. Bu İslam'ın oyunuydu. Bu İslam'ın yoluydu. İslam belə yadda qaldı. Mən sanki bir saniyədə bir Aksanın İslam'ın söz kəşfləşdi işitdim. Hə, nəsə var? Nəsə baş verdi yoxsa yox, nə? Bölgü problemi. Yo, heç bir şey yox, salamaçılıqdır, şükür Allah. Mənim gözümə dəyir. Hərdən birdən. Əziz dostlar, ola bilsin. Bu bütün günlər ərzində biz sizə deyirdik də, biz bəs o qədər təriflirdik, deyirdik. Maşallah, eşitdiniz bizim sözlərimizi, eşitdiniz bizim təkliflərimizi. Və bildiniz ki, bu günlər ərzində biz iştirakçılarla və tamaşaçılarla bərabər Pilot Residence Premium mənzillər haqqında ətraflı xəbər aldıq. Biz bilirik ki, Pilot Residence bu xoşbaxt insanlar var idi ki, bu günlər ərzində faydalandı bu təkliflərdən və Bakının düz mərkəzində, düz göbəyində, ən gözəl Bakının ürəyində deyərdim ki, ən gözəl yerində artıq bu böyük bir inşaat layihəsinin ayrılmaz hissəsi oldular. Pilot Rezidensin sakinləri oldular. Mən bu günlər ərzində deyirdim ki, Pilot Rezidensin unikallığı da ondadır ki, bu yaşayış layihəsinin inşaat qazma ilkin mərhələdə torpaq qazılırdı və orada bulaq çıxdı üzərə. Su aydınlıq deməkdir. Demək, o bulaq da yalnız və yalnız o sakinlər üçün də nəzərdə tutulub. Demək, kim ev aldısa, onların öz həyətində öz bulağı da olacaq. Və hətta onu da deyirdim ki, sizə dostlar, o sahədə, o yerdə, o məkanda artıq yəni böyle bir inşaat layihələri falanlar çox az olmalıdır. Yəni artıq hər yerlər tutulub və Bakının mərkəzində bir eviniz olsun, dəvət edirdim. O xoşbaxt insanlar artıq var. Azər, xoş gördünüz, xoş gördünüz, necəsiniz? Biz əla, siz necəsiniz? Mən sizi bayramınızı ürəkdən təbrik edirəm. Nə xəbərlərlə gəlmişsiniz, deyin görüm. Murat müəllim, Pilot Residence olaraq finalçılarımıza özəl imkan təklif etmək istəyirik. Buna görə biz premium mənzillərimizin simvolu olan açarlarımızı finalçılarımıza Qızıl açarlar da bu. qızıl açar, bəli, təqdim edirik finalçılarımıza və qeyd etmək istəyirik ki, bu açarlar xüsusi endirim deməkdir. Demək, finalçılar yalnız bax belə bir xüsusi endirim əldə edirlər. Bəli, bu qızıl açarlar sayəsində istənilən vaxt bizim satış ofisimizə yaxınlaşaraq öz möhtəşəm endirimlərini əldə edə bilərlər. Biz belə fikirləşdik ki, maşın sizdəndirsə, evdə Pilot Residence-dən olur. Olsun, alqışlar dostlar, doğrudan da olsun. Əziz dostlar, vermək beləliklə. 3 finalçı bax belə bir həqiqətən də qızıl açar sahibi olur. Pilot Rezidensin qızıl açar sahibləri finalçılarımız. Gəlin bura və siz bu hədiyyələrinizi qəbul edin. Pilot Residence adından dərin təşəkkürlər. Əziz, çox sağ olun, minnətdarıq. Əlavə eləmək istəyirik ki, Murad müəllim, biz birbaşa rəhbərlikdən bu sözü sizə demək istəyirik ki, biz Murad Dadaşovsuz bu şounun əslində darıxdırıcı olduğunu hiss elədik. Allah sizi bu şouya çox görməsin. Çox sağ olun, mən sizə minnətdaram. Çox sağ olun. Təşəkkürümü bildirəm və yenə də çox sağ olun ki, gəldiniz, bizimlə bərabər ediniz bütün bu müddət ərzində və mən əminəm ki, öz adımdan da və bütün bizə baxan tamaşaçılar adından da Pilot Residence Premium mənzillər minnətdarımı bildirirəm. Bu müddət ərzində həqiqətən də çox gözəl fürsət yarandı. Azərbaycanda artıq paytaxtda, şəhərin mərkəzində yaxşı qiymətə yaşamaq olar. Mümkündür. Pilot Residence, dərin təşəkkürlər. Hədiyyələr təqdim olunur finalçılara və bu gözəl bir gündə bizim dostlarımızla bərabər, bizim əzizlərimizlə bərabər, çox sayılı qonaqlarla bərabər mən əminəm ki, bura dəvət olunan şəxs çox əziz bir insandır. İnanın mənə ki, bugün günorta mən telefon əlaqə saxladım, telefonla o şəxsdən xahiş elədim ki, bəs əziz, indi deyəcəm, adını deyəcəm, əziz insan, sizi çox istədiyimdən və sizə olan xüsusi sevgimdən mən sizi dəvət etmək istəyirəm bizim belə bir möhtəşəm bir gündə konsertimizə və inanın mənə ki, hətta başı qarışıq olan bir xanımdır, gözəl bir xanımdır. Amma dedi ki, Murad, sənin bu sözünə mən mütləq gələrəm, çox sağ olun, son gəlib, xoş gəlib, səfa gəlib. Əziz dostlar, bugün, bu gözəl bayram günündə bizim böyük bir konsertimizin açılışını təqdim edən şəxs xalq artistimiz,
Nasbəri Dostəliyeva. Sizin gürültülü alqışlarınızla Nasbəri xanım Dostəliyeva şovumuzun qolağı ilk dəfə. Nağılımda ilk səhifəsən, nurlu gündüzlərin həzin gecəmsən, yaxşı ki sən varsan Azərbaycanım. Qəlbimin ən uca zirvəsindəsən, həyat nağılımda ilk səhifəsən, nurlu gündüzlərin həzin gecəmsən, yaxşı ki sən varsan Azərbaycanım. Dünyaya məşhursan sən sərvətinlə, aləmə səs saldın igidlərinlə, hər zaman hünərlə, cəsarət ilə, ilk rəqibsizsən Azərbaycanım, ilk rəqibsizsən Azərbaycanım. Qüdrətim Azərbaycan, sərvətim Azərbaycan, dövlətim Azərbaycan, şöhrətim Azərbaycan. Bitməsin qələbən tükənməz olsun, qüdrətli dövlətin yenilməz olsun, üç rəngli bayrağın daim ucalsın, adını yaşatsın Azərbaycanım. Bitməsin qələbən tükənməz olsun, qüdrətli dövlətin yenilməz olsun, üç rəngli bayrağın daim ucalsın, adını yaşatsın Azərbaycanım. Dünyaya məşhursan sən sərvətinlə, aləmə səs saldın igidlərinlə, hər zaman hünərlə, cəsarət ilə, ilk rəqibsizsən Azərbaycanım, ilk rəqibsizsən Azərbaycanım. Qüdrət
Canımız ciğerimiz, halkımızın artisti Nasberi Dostaliyev alkışlarınızla. Nasberi Hanım teşekkür ederim gelişinize göre minnettarım. Aziz dostlar, ben hatırladıram ki Nasberi Hanım'la bizim dostluğumuz uzun illerdir geçir ve ben derin teşekkürümü bildirəm ki bu değerli günde öz evinizde büyük bir müteşem bir bayram süresi açmışsınız ve yine de vaxt ayırdınız bizim yanımıza geldiniz. Bu benim için çok büyük bir işti. Çok sağ olun. Ben sana teşekkür ederim Murat. Çok sağ olun. Çok sağ ol ki gençlerimize bak bu cür destek olursan. Güzel programlarla, her zaman güzel layihələrlə. Mən maşın kimə qismət olacaqsa halal xoş olsun deyirəm. Və mən bugün mütləq qeyd eləməliyəm. Çünki Azərbaycanımızın Milli Qurtuluş günüdür. Gənclərimizin müstəqil, azad, nəfəs almağında əlbəttə ki ulu öndərimizin böyük rolu olub. Gəlin onu ürəkdən alqışlayaq. Ve size minnettarlığımı bildirirəm. Çok sağ olun ki bak bu xoşbəxt anı gənclərimizə yaşatdın. Çok sağ olun. Murat. Nasberi Hanım, ben Çok sağ ol. bu sualı vermeyebilmezdim de yani. Siz Maşa Show'a bakırdınız mənlə elə. Əlbəttə, əlbəttə. Onda mütləq. kime azarkeşlik edirdiniz Nasberi Hanım? Bir azca olsa da daha keçib artık bitip bütün show diyebilirsiniz. Ümumiyyətlə mən gənclərimizə azarkeşlik edirəm. Çünki burada elə adam var idi ki, onun maşını var idi. Düzdür, kimlərəsə hədiyyə eləmək istirdi. Kimlərəsə maşını hədiyyə eləmək istirlər. Amma mən hər halda gənclərimizə həm Nasberi Hanım, öyle baxırdım, değil. həm də Gənclərimizi, dəstək maşallah, olurdum. Bir gənclərin də Aksananı sırasında- mütləq vurğulayacağım. Maşallah, çox dözümlü, çox necə deyərlər, İradəli. mübariz, iradəli. Bravo. Çox sağ olun. Hər birinizə uğurlar arzulayıram və inşallah arzu eləyirəm ki, belə gözəl günləriniz əzizlərim çox olacaq. Amma bir şey unutmayın. Gəlin hər zaman mehriban olaq. Bravo, bravo. Bu həqiqətən də gözəl, təcrübəli və böyük Nasberi Hanım'ın ürək sözləriydi və gözəl bir niyyətiydi. Teşekkürler Nasberi Hanım. Minnəttarıq. ederim. Bütün Çok tamaşaçılar sağ olun. adından, bütün burada toplaşanlar adından minnəttarıq. Canım benim, çok sağ olun. Çok sağ olun. Nasberi Dostaliyeva bugün şovumuzu sevindirdi ve biz büyük memnuniyetle Nasberi Hanım'ı yola salırıq ve ümidvarıq ki Allah korusun bir tamaşaçı kısmında da olsa Nasberi Hanım şovumuza bir gün geləcək, təşrif buyuracaq. Hoş görün. Hoş gördük. Minnettarıq. Nasberi Dostaliyeva sağ olsun geldi bizimle beraber geçirdi bu dəqiqələri ve yine deyirəm bizim her bir gelen qonaq, hər bir gələn şəxs xüsusi bir yeri var ürəyimizdə. Ona görə ki, Maşın Reality Show doğrudan da çox böyük bir maraq səbəbi idi bu günlərdə. Və maraq səbəbləri sırasında da əlbəttə bir nə deyim, bir şey də var idi ki, hamı ondan danışdı son günlər. Bu Karabao içkilərdir. Karabao enerji dolu içkiləri. Mən xatırladıram ki, Karabao bu yaşıl dəmir qutularda olan Karabao enerji içkiləri son günler ərzində en sevilen ve en içilen bir içkidir. Can Bey, çok uğurlu bir işti, çok uğurlu bir layihədir. Can Bey'le beraber biz bu günler ərzində, iller ərzində artık, aylar ərzində tanış olduq ve Karabao işiyle tanış olduq yaxından. Bəli, buyurun. Ve Karabao ile beraber biz sanki bir dünyanı seyahat ettik. London'un Wembley stadyonunun olduğu hansındaki Karabao Bakı ile bağlı bir güzel bir şuar verdi. Sizin regatada olduğu hansındaki Azərbaycan adı yazıldı. Demək bütün Azərbaycana səfərə səslənən bir şuarlar eşidildi. Hər halda Karabao yeni geldi ama Azərbaycana bir sevgi ile geldi mən belə başa düşürəm. Teşekkür ederim öncelikle tüm sözleriniz için. Size ve emeği geçen herkesi tebrik ediyoruz böyle güzel bir program hazırladığınız için. Bunun bir parçası olduğumuz için de gerçekten çok gururluyuz. Evet, Karabağ olarak yeni geldik Azerbaycan'a fakat sadece enerji içeceği olarak değil Azerbaycan'a bir değer, Azerbaycan'ın da değerine değer katmak için varız biz burada. Bu alındı bence. Evet, alındıysa ne mutlu bize. Bugün de burada olmamız da bizim için çok gurur verici sahiden. Bir konu var ki biz burada tek galip görmüyoruz. Herkesi tebrik ediyoruz. Herkes burada gücünü gösterdi. Ve biz de Karabağ'la insanların gücünü göstermesine yardımcı olabildiysek ne mutlu bize. Güzel bir şuarıydı. Hakikaten bu günler arasında böyle seslendi. Evet, kesinlikle öyle. Ama birisi var ki bizim için önemli bir konu bu.
kendisi hiç onunla benim ben sormadan kendisi geldi benim yanıma ve bizim tişörtümüzü sordu. Ve biz... Dikkat. Xüsusi hediye hakkında söhbət gedir. Dikkat. Dostlar diqqətlə qulaq asın. Mən bilirəm bu nə hədiyədir. Evet, biz şovdan önce buradayken kendisi geldi bizim yanımıza, benim yanıma ve benden tişörtü rica etti ve canlı yayında onu giymek istediğini söyledi. Bizim hiç böyle de bir planımız yoktu. Ve ona da gerçekten çok yakıştı bu tişört ve onun üzerine hepinize teşekkür ediyorum. Herkes bunun bir parçası oldu. Biz buna bir kendimizce biliyorsunuz ki Chelsea biz ana sponsoruyuz Chelsea. Yani London'un Chelsea klubu, futbol klubu doğrudan da. Evet, oradaki Stamford Bridge'de bizim bir locamız var. Karabağ'a ait bir box'ımız var bizim. Karabağ'ın Stamford Bridge'de. Evet, kendi orada locamız var. Biz bu doğrultuda Kenan Emen Bey'i evet bir hafta sonu Londra'ya davet ediyoruz. Tamamıyla bizim konuğumuz olarak. Ve onu o locada ağırlamaktan gurur duyacağız sahiden. Kenan Emen London'a gelir Karabağ sayesinde ve Chelsea futbol klubunun oyununu xüsusilə Stamford Bridge stadionunda xüsusi bir Karabağ lojasından izleyecek. Kenan, uğurlar, teşekkürler, tebrikler. Karabağ minnettarıq bu güzel hediyeye göre. İndi bundan sonra düşünün ki harda hansı tişört var adam giyineye bundan sonra. Kesinlikle o tişörtleri kendimize saklamayı düşünmüyoruz. Evet. Karabağ ile beraber onları da herkese dağıtabilmenin bir yolunu düşünüyoruz bugün. Teşekkür ederiz. Çok sağ ol. Can Bey minnettarıq. Karabağ alqışlarınızla dostlar. Əziz dostlar, mən xatırladıram ki, bu müddət ərzində müxtəlif insanlar indi şouda iştirak etdiyi zaman öz oyunlarını belə göstərə bilmədilər. Mən çox heyiflənirəm. Mən həqiqətən çox heyiflənirəm ki, şounun ilk günlərindən çox dəyərli, yəni bu son müddət ərzində Maşın şounun hazırlıq dövründə mən çox adamla tanış oldum. Və hər kəs haqqında deyə bilmərəm ki, mən təəccübləndim və ya mən insan təəccüb. Amma bu şəxs məni çox təəccübləndirdi və şəxsi daxili fəlsəfəsi ilə. Nə qədər, belə deyim də, bilmənalı səslənməyə bilər, amma bu insanın həqiqətən çox maraqlı fəlsəfəsi var, daxili aləmi var. Söhbət Üzeyirdən gedir. Üzeyir, xahiş edirəm, gəl. Yəni bir saniyə olsa da mən bunu... Mən həqiqətən bunu bəlkə deməyəcəkdim. Amma səninlə tanış olandan sonra və burada şouda sən oyunu tərk edəndən sonra mən çox heyifləndim ki, sən burada qalmadın. Hamı heyifləndi, amma vallahi billahi bu maraqlı bir insan idi, çox heyif. Çox sağ olun, təşəkkür edirəm. Mən də Milli Qurtuluş Günü münasibəti ilə ekran qarşısında bizi izləyən, izləməyənləri də burada qonaqlarımızı da təbrik edirəm. Alqışlayıram və finalçımızı da təbrik edirəm. Düz bildir yəqin ki, İslam qardaşımızdır. Allah imanını da kamil eləsin inşallah. Çox sağ olun, minnətdaram. İlcanı da, İslamı da ikisini də, hər iki finalçını. Təşəkkürlər. Əlbəttə, hər ikisinə də uğurlar. Üzeyir, minnətdarıq sənə, uğurlar arzuyuq sənə həyatında. Mən çox heyiflənmişsiniz nəyə görə, mən deyim. Heyif burada fortepiano olmadı. Siz Üzeyir'in fortepiano istedadını görərdiniz. Yəni oxuduğu mahnılar əlbəttə bir janrdır, amma bacardıqları da var ki, o bir başqa janr. Üzeyir, şad oldum səni görməyə. Buradasan bizimlə bərabər bu bayramı keçirdi. Əziz dostlar, mən yaxşı xəbərlər haqqında sizə çatdırmaq istəyirəm. Bu yaxşı xəbərlər sırasında illərdən bəri sevdiyim, hörmət bəslədiyim, nə bilim, çox istədiyim, çox sevdiyim bir müğənni var və onu mən çox istərdim ki, əlbəttə bugün şouda görəyəm, amma bilirəm ki, müəyyən səbəblərdən bugün gələ bilmədi. Onda elan, onunla bağlı bir elan var, xahiş edirəm onu eşidin. 22 sentyabr tarixində Azərbaycanın xalq artisti Aygün Kazımova incəsənət tarixi insanları ilə səhnə fəaliyyətinin 30 illik yubileyini keçirir. Əziz dostlar, Aygün Kazımova 30 illik yubileyini keçirir. Bu öz fəaliyyəti ilə bağlı və yubiley musical çərçivəsində Fransadan dəvət olunacaq yaradıcı heyətin ssenarisi əsasında həyata keçirilir. 22 sentyabrda nə az, nə çox. Crystal Hall'da Diva möhtəşəm şou ilə hamımızı təəccübləndirəcək. Əziz dostlar, Aygün Kazımova, bizim divamız
büyük bir konsert programı ile 22 sentyabrda Crystal Hall'da təəccübləndirəcək. Qaçırmayın. Reklamlara ayrılırıq, sonra dərhal qayıdın bizə. Maşındayıq xanımlar və cənablar, hər birinizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Qurtuluş gününü biz burada final gecəmizlə bərabər keçiririk. Əziz dostlar, xatırladıram ki, bu müddət ərzində müxtəlif yeniliklər haqqında xəbər aldınız və onların sırasında bizim dostlarımız Mətanət A şirkətinin istehsal etdiyi və bazara çıxartdığı Blokpan natural gips əsaslı Tural Abbaslı bizimlə bərabərdir. Tural müəllim, mən həmişə qeyd edirəm ki, Tural müəllim artıq maşallah həm xarici görkəmindən yaraşıqlı, həm işinin, bəli, xanımlarla bərabər, həm işinin mütəxəssisidir və həqiqətən də bu Blokpan dillər əzbəri oldu. Neynədiniz? Bu nə məsələdir ki, hamı Blokpandan danışır? Axşamınız xeyir olsun. Biz də fürsətdən istifadə edib xalqımızı bayram münasibətilə təbrik edirik. İnşallah daimi müstəqilliyimiz əbədi olsun. Blokpan Murad müəllim artıq həqiqətən də yeni bir trend yaratdı. Biz bunu marketing dilində desək, inşaat bazarında tam bir yenilik oldu. Ara kəsmələrin hörülməsində. Artıq bu maşın şou müddətində qarşıdurma adlanan bu maşın şouda biz qonşular arasında qarşıdurmanın yaşanmaması üçün çox sağlam bir məhsul istehsal eləmək qərarına gəldi və məhsulun da çox gözəl təqdimatı getdi və biz sevinirik ki, artıq Azərbaycan xalqı bu cür innovativ və yenilikçi məhsullar üçün geniş bir fürsətlər yaradır şirkətlərə. Əlbəttə, amma eyni zamanda ucuzdur, keyfiyyətli və sürət etibarilə rahatçılıq da vardı burada. Əlbəttə ki, biz burada artıq iştirakçılarımızın da iştirakı ilə birbaşa onların qarşısında bir əyani tətbiq işi də gördük. Dünən sizin də qeyd etdiyiniz kimi 2 kvadrat metr cəmi 5 dəqiqəyə, hətta 2 kvadrat metrdən artıq bir divar hördük biz burada. Məhsul öz-özlüyündə qeyd olunduğu kimi 4 işi bir məhsul kimi əvəz olunur. Burada kərpiclə hörgü işindən gedir söhbət, qara suvaqdan gedir, astar və üzlü işbaklovkadan gedir. Yalnız bütün bunlardan sonra biz hər hansı bir divarın üzərinə divar kağızı, yəni el dilində desək aboy və yaxud da ki boya vura biliriksə, Blokpanla artıq 5 dəqiqə siz divarınızın üstünə divar kağızı və yaxud da ki boya sürtə bilərsiniz. Eyni zamanda burada zaman çox önəmlidir. Həm təmir tikinti sahibi üçün, həm də öz müştərisini məmnun edən ustalar üçün çox önəmlidir. Və son olaraq dəfələrlə vurğulamışıq və bu yəqin ki, bizim üçün bu maşın şou ərzində sonuncu fürsətdir ki, biz buradan bütün təmir tikinti sahiblərinə, eyni zamanda bütün ustalara müraciət edib demək istəyirik ki, artıq bu köhnə adət-ənənələrin zamanı bitibdir. Azərbaycan inşaat sənayesində daim yeniliklərlə öz dəsti xətti sahibi olan Mətanət A şirkəti bu məhsulla, Blokpan markası ilə sizlərə yeni bir trend gətirir. Bütün ətraflı məlumat üçün Ulduz 3030 nömrəsindən daha geniş məlumat ala bilərlər. Və mən son olaraq bunu qeyd etmək istəyirəm Murad müəllim. Bütün iştirakçılarımıza biz Blokpandan verilişi tərk edən zaman xüsusi bir hədiyyə verdik və onların timsalında biz bu hədiyyəni bütün Azərbaycan xalqına vermişik. Çox sağ olun, minnətdaram. Tural Abbaslı təşəkkürlər. Minnətdaram hər bir çıxan iştirakçıya bir paddon Blokpan təşəkkür edir. Uğurlar olsun sizə dostlar. Xatırladıram ki, bu müddət ərzində həqiqətən də biz hər bir insanlarla, həm də şirkətlərlə tanış olduqca biz yeniliklər haqqında məlumat alırdıq və bu yeniliklər həm bizim həyatımızı rahatlaşdırır, həm də əminəm ki, sizin. Dostlar, bugün şoumuzda çox dəyərli bir insanlar var, ifaçılar var. Mən xüsusi qonaq haqqında da deyəcəm sizə, hansı ki, çox-çox uzaqlardan gəlib bu şou üçün və bu dəqiqə isə səhnəyə çıxacaq şəxs çox istedadlı bir xanımdır, çox istedadlı bir qızdır. Mən çox sevdiyim bir ifaçıdır. Samirə Əfəndi gəlir, alqışlarınızla. Samirə gəlir, xoş gəl bizim şoumuza. Xoş gəldin Samirə. Və süper bir mahnı ilə.
emoción. Muéstrame tu amor. Toca, tócame, mi amor, tócame, mi amor, tócame, mi amor. Toca, tócame, mi amor, mi amor, mi amor, mi amor. Tócame. Samirə alqışlarınızla. Əzizim Samirə çox istedadlı və çox dəyərli bir insandır. Mən çox şadam ki, Samirə, bilirəm ki, şouda iştirak eləmək olduqca çətin bir məsələdir. Amma sən böyük bir layihələrdə iştirak eləmişsən artıq. Bu aşamız xeyirli olsun. Hər kəsi salamlayıram və buradan bu kamera vasitəsilə bütün Azərbaycan xalqını Milli Qurtuluş Bayramı münasibətilə ürəkdən təbrik edirəm və bir çox beynəlxalq layihələrdə iştirak edirəm. Bu isə əslində Sia ilə Çikolata, papi. Həmən, bəli. İfa edən xanımla bir duetdir. Sadəcə gəlib... Çox sevirəm bu mahnı. Mən çox sevdim dedim Samirənin mütləq dəvət elin oxusu bu mahnı bizdə. Bəli, gələ bilmədiyi üçün bu mahnını bugün tək sizlərə hədiyyə debütün elə etdim və ümidvaram ki, bəyəndiniz hər biriniz. Uğurlar olsun. Samirə alqışlarınızla dostlar. Biz böyük məmnuniyyətlə Samirəni və tərəf müqabilini inşallah duetdə bu şouda gözləyəcəyik. Uğurlar olsun. Samirə alqışlar. Dostlar, mən bir hədiyyə gəlir bura. Dostlar, mən xahiş edirəm, burada bu günlər ərzində biz çox dəyərli insanlarla tanış olduq. Çox dəyərli, nə gözəl hədiyyə gəldi dostlar. Baxın. Bütün hamının iştirakı olan Bravo'da bir Bravo hədiyyəsi. Natavan Müseybov, mənim əziz dostum və mən çox şadam ki, Natavan xan bugün bizimlə birlikdədir. Və Zaur Rəsulov da buradadır Bravo'dan. Natavan xanım, xoş gördük, Zaur, xoş gördük. Biz sizə minnətdarıq ona görə ki, bu müddət ərzində biz Bravo ilə tanış olduq. Biz bilmirdik ki, belə, yəni, bilənlər bilir deyik şübhəsiz. Amma mən Əhmədliyə getdim. Bu keçmiş radyo zavoddur da, deyəsən, sən bilirsən. Və orada Bravo'nun elə bir böyük, möhtəşəm bir məkanını gördüm. Mən şokdaydım, o deyir, çox müsbət bir şok keçirtdim. Bravo'da necədir işlər? Yaxşıdır, əla, çox sağ olun. Bəli, çox sağ olun, hər şey yaxşıdır. Murad bəy, qeyd eləmək istəyirəm ki, bu bizim üçün də böyük bir maraqlı oldu bu şouda iştirak eləmək, sponsorluq qismində. Həm şou müddətində, həm Bravo, qeyd etdiyimiz ki, Bravo hipermarketində həm də burada çox maraqlı anlar yaşadıq. İştirakçılarımız da hipermarketimizi ziyarət etdilər. Mən nə yadıma çıxmaz, biz Bravo ilə, mən Natavan xanımla danışırdıq və dedik ki, Bravo'nun xüsusi bir gününü keçirəcəyik, Bravo ilə bərabər. Orada o qədər insan gəldi, biz Natavan xanımla biz oradaydıq, gördük. Murad bəy, salam, axşamınız xeyir. Siz başta olmaqla bütün M Group Production'ı və bütün show iştirakçılarını biz Bravo Market şəbəkəsi adından salamlayırıq. Nə demək istəyirik? Yəni, bu 3 həftə ərzində biz hər axşam çox maraqlı və əyləncəli bir qarşı durma izlədik. Çox sağ olun buna görə. Tək bu studiyada yox, həmçində bu bizim əhdində yerləşən, siz dediyimiz bu əhdində yerləşən hipermarketdə də bizim bu show iştirakçıları Bravo müştərilə görüşdülər və çox belə həyəcanlı qarşıdurmanı canlı izlədilər. Bu çox şən vaxt geçirir, super keçir, çox sağ olun. Bravo adından sizə bravo deyirik. Təşəkkürümüzü bildiririk, çox sağ olun. Və bir şey demək istəyirəm, artıq Maşın Show'unun 14-cü sezonu bitdi. Amma show bitmir, show devam edir və inşallah Maşın Show'un 15-ci sezonu biz səbirsizliklə gözləyirik. Təşəkkürlər Natavan xanım, əzizim, çox sağ olun. Bravo'ya minnətdarıq, Bravo'ya bravo. Və dərin təşəkkürlər. Hamımız oradaydıq, hamımız bu gözəl izahımı gördük və hamının üçün gözəl bir fürsətdir. Bravo, yüksək qiymətlərə qarşıdır. Çox sağ olun, minnətlər. Natavan xanım, təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Əziz dostlar, biz şounun ən yadda qalan iştirakçılarından biri olan Elcan Rəsulovun şou yolunu izləyəcəyik. Dostlar, ekranlara diqqət. Компанию Paramount Pictures представляет. Paramount təqdim edir. Bəli, mənim hədəfim Elcandır. Belə düz gəlmir axı. Oynayaq mən. Mən çıxardacağım. Oynayaq, mən səni çıxardım. Yaxşı. Kulşiteldə yer axtar, bir nəfər ora çıxanda. 36,42% səs verən tamaşaçı qalsın deyir. Oyun budur, ləzzət elədi. Maşının üstünə bərk vurmasınlar belə-belə. Mən bunu 5 kraska adı ilə bərk götürmüşəm.
aparıb cəmaatın malını verməliyəm. Hər dəqiqə buna əsəblə vurmaq olmaz. Oteldən çıxanda eləyəndə səs-küy orada xaricdə gəlib Məyilcan müəllim, what's the problem? Dedim salamatçılıqdır. Məndən soruşma, mən bilmirəm, bilmirəm. Mənlə oynayırsan itələ məni, tutun boğazından atım divara səni. Mənə belə toxunub qaçmayın. Burada adam var ki, ayın axırını özüm fikirləşir ki, ayın axırı mənə atarsız qohumlarım maaş alıb kontrüsləyəcək, mənə səs verir. Bilmir ki, bu ayın axırına kimi gedən oyunda öyle. Məni rüqullovka eləmək istəyirsiniz? Heç kimin də, nə burada heç qırağı başı üçün dör mənə rüqullovka eləsin. Elcan dayanmır ha. Onda çıx da sən bu. Ara çıxıram, səni də çıxardıram. Şo, dava, getdi. Burada baş açmaq olmaz. Mən ona görə əlimi götürürəm, icazə verin, sağ əlimi qaldırıb sol əlimi qoyuram. Şaşqıda olur. Gəlsən belə bir nöqtəyə gəlmir. Damqaya yox, belə bir nöqtədir ki, üz-üzə qalıb verməlisən də ki, açılsın oyun. Yoxsa hamı bütün kodlarını eləyir, üz-üzə dirənib bütün daşlar. Nədənsə yarışa gələn günü də ən zəif məni görürdülər, finala gedəndə də ən zəif məni görürlər. Görün maşını çıxım dedimlər. Dedim, bunu nömrə almalıyam, mənim elə notarius, işim çeyl, istoriyadır bana. Her iki finalçımız İslam da Elcan da burada da bizimle beraberdi. İkisini de tebrik ederim. Çok büyük bir oyun, çok mürekkep bir oyun geçirdiler ve ben bilirim ki her çıkan iştirakçılar için, finalçılar için bizim sponsorlarımızdan hediyeler var ve Go Sport adından Səbət xanım, Səbətova buradadır. Səbət xanım, tebrik edin, bayramınız mübarək olsun. Sağ olun, sizlə bayram. Axşamınız xeyir olsun, hər birinizin bayramınızı təbrik edirik. Sizə təşəkkür edirik, çox gözəl şou yaradıbsınız, çox gözəl qarşı durmaydı və Qosport tərəfdən hər iki finalçıya gift kart hədiyyə verilir. Teşekkür ederim, minnettarım. Xüsusi kartlar da Go Sport adından dostlar. Biz ise şovumuzu bugün devam edirik. Hele galibin kim olduğunu bilmirik. Aziz dostlar, mən bu şovu başlamamışdan əvvəl bir insanla danışırdım və bu insan mənim üçün çox maraqlı. Mən təsadüfən olarkən, birinci televiziyada gördüm onu. Amerika'da America Got Talent bir şov var. Amerika İstedadlar Axtarır adlı bir şov var. Və təsadüfən o şovda bir insanın fitil istedadı hakkında gedirdi bir süjet. Sonradan gösterdiler onu. Sonradan dediler ki bunun insanın adı Üzeyir'di. Üzeyir sen yok. Diğer bir Üzeyir. Üzeyir Novruzov. Gelin ben sadece göstereyim, siz de bakın dostlar. Bu kimdi? Bu insan kimdi? Bakın. Sonra bu gayri-adi bir istedat Amerika'nı fethetti. Bütün Amerika bu insan hakkında danıştı. Fransa'da, Japonya'da bu insan rekortlar kitabına dahil oldu. Bu Azerbaycanlı insan, bu Azerbaycanlı dostumuz. Onun adı Üzeyir Novruzov'du ve ben tesadüfen Formula 1 yarışması Bakı teşkilatı ile beraber Abu Dhabi'de olarken çok tesadüfen sahnede onu gördüm. Onunla tanış oldum, onunla dostlaştım ve bugün Amerika Birleşmiş Ştatları'ndan bir başa bugün burada Üzeyir Novruzov bizim hemvatanımız, bizim aziz dostumuz, kardeşimiz Üzeyir Novruzov budur. Hoş gördük dostlar. Alkışlarla Üzeyir, bir gelin tanış olun bu insanla. Alkışlarla. Üzeyir, hoş gördük azizim. Birincisi Amerika. Üzeyir çok tevezzükar bir insandı. Çok sakin, çok sade. Hatta onu qeyd edim, dünən gecə gəlib. Sağ ol. Dünən gecə getdim anam, yəni Gəncədə görüşməyə siz məni çağırdınız dünyaya. mən dəvət elədim. Bütün uzun yol gəlib Üzeyir və mən çox şadam ki Üzeyir bugün bizimle beraberdi. Mən çox istəyirdim ki Azərbaycan Üzeyiri tanısın. Ona görə ki bu insan bugün həqiqətən də dünyada çox tanınmış və böyük bir performerlər sırasındadır. Bu alqışlara layiqdir Üzeyir. Bütün Azərbaycan sizi tanısın qardaşım. Siz harda olursunuz,
yani harda olsaz da belə Azərbaycanın bir səfirisiz. Azərbaycanın belə deyim, istedadlarının səfirisiz. Və bu fakt bizi yalnız və yalnız sevindirir. Şadam, çox sağ olun, minnətdaram ki, gəldiniz. Çox sağ olun Murad müəllim, mən də sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Xalqımızın bayramını təbrik edirəm və qalib gələn oğlan bilmirəm adı nədir. Bunu ona Oha. Las Vegas nömrəsi maşınla. İndi bilmirəm Bakıda necə sürəcək, amma hər halda gözəl bir hədiyyədir. Ecəm, buyur, qəbul elə. Əziz dostlar, mən xatırladıram ki, bugün Üzeyri bura dəvət edərkən, mən əlbəttə nəsə görmək istəyərdim Üzeyrin istifasında. Nə yəni, belə? Üzeyir, yaxşı davam edək, sonra? Sonra sən sağlığın, həminim. Kənan Mahmudov deyir ki, adama bir maşın çıxardardı. Sözünüz nərdivanı burada yoxdur, göstərərdim. Uşaqların nərdivanı burada. Bir dənə təzə nömrə hazırlayam, o da alınsa göstərərəm. İndi bunu probeliyim. Buyurun. Gəlin bura mərkəzə, sizi Üzeyrin istedadını buradan görək, mərkəzdən. Buyurun. 1, 2. Deyəsən, çox təriflədi Üzeyri biz. Ladırmən, Üzeyir, bugün mən əminəm ki, əlbəttə uzun bir yoldan gəldin, çox yorğun gəldin, amma bir vacib məsələ var ki, Üzeyir'in öz istedadını və öz performanslarını Bakıda göstərəcək bu günlərdə, elə mi? Allah qoysa, ayın 25-i bu formula ay sağ olda 3 gün işləyəsiyəm. Sağlıq olsun, gəlib görərsiniz də. Gəlib görərsiniz, dostlar. Üzeyir Novruzov, əsil bizim bugün dünyada, bizi bu öz istedadı ilə dünyada Azərbaycanı tanıdan bir insan. Mən əminəm ki, çox istərdim ki, əlbəttə biz o nərdivan olan nömrəni görək. Çox təəssüf ki, bugün görə bilmədim, amma hər halda Üzeyir, xoş görmüsən, evə, vətənə xoş gəlmişsən, ürəkdən səni salamlayırıq. Üzeyir Novruzov alqışlarla. Əziz dostlar, mən xatırladıram ki, bu günlər ərzində bizimlə bərabər hər bir iştirakçı, əlbəttə, bir həyəcan, bir əsəb yaşadır. Bugün hədiyyələr günüdür, xüsusi hədiyyələr də olacaq, onu da xatırladım. Bütün birini artıq Kənan MM qazandı bu xüsusi hədiyyələr sırasında. Mən isə növbəti hədiyyələri reklamdan dərhal sonra sizə təqdim edəcəm, dostlar. Xatırladıram ki, Maşın Reality Show'sunun finalçısının adı hələ də müəyyən olunmuyor. Yəni, müəyyən olunub, amma elan olunmuyub. Baxın, diqqətlə və görün kimdir bizim qalibimiz. Təşəkkürlər. Maşındayıq xanımlar və canımlar və hər birinizi olduqca şadam bir daha burada görməyə. Yeni qoşulanlar, bayramınız mübarək olsun və bu dəqiqəyə də məlumat verirəm ki, hələ ki qalibin adı bilinmir. Yəni biz elan eləməmişik. Kontakt Home şirkətinin bugün burada nümayəndəsi Ramin Şirinov yanımdadır. Ramin, xoş gördük sizi. Ramin, doğrudan da bu möcüzədir. Bu neydi bu kondisioner var o telefonla işləyən? Bəli, var. Hoffman kondisioner. Bəli. Doğrudan da mən elan elədim artıq. Mən özüm də gördüm ki, evdən, məsələn, iş yerindəsən, tənzimləyirsən, gəlsən evə artıq o dərəcədə var. Bəli.
Çox gözəl də işləyir. Bəli, çox gözəl iş. Hoffman Kontakt Home-dadır. Ondan başqa Kontakt Home-da çox dəyərli digər məhsullar var. Bilirəm ki, mebelləriniz var. Mebellərimiz də var, telefonlarımız da var, kompüter, hər bir şey. Evə lazım olan hər bir şeyimiz var. Əla. Artıq Kontakt Home finalçılarımıza televizorlar hədiyyə etdi. Bəli, bəli, televizorlar. Çox sağ olun. Minnətdaram əmin. Təşəkkür edirəm sizə. Təbrik edirəm. Qalibləri də təbrik edirəm. Bilirsinizsə elan eləmin adını. Bilmirik. Kontakt Home, təşəkkürlər. Çox sağ olun. Minnətdarıq sizə dostlar. Və bu müddət ərzində biz Kontakt Home-la dostlaşdıq, tanış olduq və çox maraqlı bir onların kampaniyaları var. Siz də faydalanın. Minnətdaram əmin. Çox sağ olun. Təşəkkür edirəm. Əziz dostlar, bugün burada ifaçı qismində Elnur Məmmədov gəlir. Elnur Məmmədov alqışlarınızla. Özün kimi vüqarlıdır uca dağların, hüsnüne bir yaraşıldır yaşıl bağların. Bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. El bilir ki tükenmeyen servetim var. Sinen üstü akbanlığı gen tarlalardı. Burukların gök Xəzərdə qatar qatardı. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. Anam doğma vətənim sen Azerbaycanım. Uykularım hele geldi yine. İnsanlar kulak atsın bana. Duygularım dile geldi yine. İnsanlar kulak atsın bana. Min gönülde bir can olan, daha da mehriban olan. Mehriban gayrıkeş bir insan olan. Mehriban gayrıkeş bir insan olan. Mehriban olan, mehriban olan, mehriban olan, mehriban olan. Temiz eşki məhəbbəti tutar, deyək kürək qəm qüssədən uzar. Temiz eşki məhəbbəti tutar, deyək kürək qəm qüssədən uzar. Min könüldə bir can olan, daha da mehriban olan. Mehriban gayrıkeş bir insan olan. Mehriban gayrıkeş bir insan olan. Mehriban olan, mehriban olan, mehriban olan, mehriban olan. Mehriban olan. Yürekler açılır baksan her yana. Bahar hoş gelibdir Azerbaycan'a. Sevirəm Xəzərin qucağındakı. Ey əziz, ey gözəl, mehriban Bakı, mehriban Bakı. Bakının
Yaşasın Azərbaycan. Elnur. Teşekkürler əzizim. Elnur Məmməd bizim dostumuz. Uzun iller ərzində, hələ 2003-cü ildən Elnur'la biz tanış olduq. Bəli, gözəl bəstəkar, mənim çox hörmət bəslədiyim, əziz doğma Vagif Gərayzadə sayəsində mən nə qədər insanla tanış oldum. Mən fürsətdən sonra bax buradan Vagif Gərayzadəyə, Vagif müəllimə öz atəşli salamlarımı söyləyirəm. Çox hörmət bəsləyirəm, çox istəyirəm o insanı və onun sayəsində nə qədər istedadlı insan üzə çıxdı və onlardan biri də bugün Elnur'du. Elnur, xoş gördük səni. Bayram mübarək olsun. Çox sağ ol ki, gəldin. Bax, həmən bütün Azərbaycan xalqını salamlayıram və təbrik edirəm bu gözəl bayram münasibəti ilə. Həmişə çalışa belə mehriban olaq. Çünki bizlərə qalan elə bu mehribançılıq olacaq. Mehriban olaq. Murad Dadaşov şərəfinə gürültülü alqışlar gəlsin. Xahiş edirəm. Teşekkürler. Elnur Məmmədov, mən sizə onu deyim ki, Elnur'un ümumiyyətlə bütün sənət yolum mənim gözümün qarşısında geçib və mən həqiqətən bu çox istedadlı bir insan və şadam ki, bugün bizimlə qonaq qismində iştirak elədi. Dostlar, mən indi bir söz deyəcəm, bir ad deyəcəm. Gülnare xanım buradadır da, yox. Gülnare xanım Ələkbərova buradadır. Gülnare xanım Ələkbərova buradadır, bəli. Gülnare xanım və cənab Deniz Denovyak, ha? Mr. Deniz, please. Əziz dostlar, mən indi deyəcəm, sizə tərcümə edin, xahiş edin. İndi söhbət bütün iştirakçılar Pullman Oteli haqqında danışanda nə hisslər keçirirsiniz dostlar? Yalnız alqışlar. Əziz dostlar, Pullman Baku City Resort Hotel unikal və möcüzəli bir yerdir. Baxın, Elcan'a nə veriblər? 1 illik üzlük, Elcan üçün Pullman Spa. Təşəkkürlər dostlar. Günər xanım, mən düşündüm ki, həyatı boyu nə qədər illərdir mən gəzirəm dünyanı, müxtəlif otellər, adalarda, nə bilim, böyük şəhərlərdə və hər yerdə olmuşam. Pullman Oteli mənim üçün yalnız bir şeydə yadda qaldı. Birincisi, unikal bir yerdir. Bakının şəhərin mərkəzində, City Resort Otel, bu hər yer yoxdur. Yeməklər deyir Kənan Mahmudov. Kim nə deyir başqa? Sauna, amma Azər, bəli. Hamı bir şey deyir. O oteldə tapdığımız yataq rahatlığı heç bir yerdə yoxdur. Bəlkə dünyada mən heç bir... İnanın mənə ki, sanki valla mən həmişə arzulayırdım ki, bir vaxt gələcək, mən çıxacam evdən, ancaq otellərdə qalacam. Bütün ömrümü otellərdə keçirəm. Amma bu yatağı harada olsa daşıyacam özümdən. Minnətdarım birincisi bu istiliyə görə, bu qonaqpərvərliyə görə və Pullman Otelinə dərin təşəkkürlər. Çox sağ olun Murad müəllim. Əziz iştirakçılar, biz sizin üçün darıxacağıq. Bunu deyə bilərəm. Çox sağ olun, bizdə qaldınız. Biz sizi çox sevdik. İnanıram ki, sizə layiqincə göstərə bildik, qayğınıza qala bildik. Çox sağ olun. Və bizim iştirakçılar sevirdilər bizim spaya gəlməyə. Bunun üçün biz belə bir təklif elədik. 3 finalistimizə illik Pullman Spa'da üzvlük təqdim edirik. Və həqiqətən dediyiniz kimi bizim yataqlar çox rahatdır. Gözümüzdə yeriniz var. Nə vaxt istəsəz buyurun, gəlin. Təşəkkürlər. Mr. Deniz. Thank you so much. It was a pleasure to see all the team and congratulations today also for the Celebration Day to all Azerbaijani. Dərin təşəkkürlər. Mr. Deniz'in dediklərində o məmnunluq bildirir bizim komandamızla bərabər çalışdığından və bu gözəl bayram münasibəti ilə bütün xalqımızı təbrik edir. Təşəkkür edirik. Çox sağ olun. Minnətdarım. Thank you so much. I do appreciate. Thank you. Əziz dostlar və bu arada biz bir xüsusi hashtag var idi bizdə. Yəni bizə mən elan eləmişdim ki, bizə baxanlar, müxtəlif ölkələrdə, müxtəlif yerlərdə bizə baxanlar hamısı göndərirdi bu hashtaglə şəkilləri və bizim bütün bu müddət ərzində toplanan şəkillərin bir qismi ancaq bu ekranda artıq başlayacaq. İndi siz də görəcəksiniz, hörmətli tamaşaçılardır. Görün, neçə dənə yerdə insanlar fərqli şəkillər göndərdi. Dünyanın hər bir yerindən göndərirdilər. Balaca körpə uşaqlar, alqışlayaq onları. Mənə hətta göndərmişlər maşın reality şousunun. Bax, bu balaca körpə uşaq dedi ki, mən artıq finaldayım. Yadımdadır ki, və mən söz verdim ki, hamısı olacaq. Bunu Çin Xalq Respublikasına, Moskvadan salamlar göndəriblər.
Almanya'dan Həmzə Məmmədli, mən söz vermişdim ki, səsləndirəcəm. Belə bir şounu göndərib. Müxtəlif Rusiyadan, Kazan şəhərindən baxırıq sizə deyirlər. Balaca Ruslan sevə-sevə baxır. Ümumiyyətlə insanlar, bax bu Moskva Tverskoy küçəsindən sizin dostlarımız bəli. Əziz dostlar, dərin təşəkkür ederim. Malta maşın reality şousuna baxırdı. Vallahi bir maşın diyor, Eurovision müsabiqəsi sanki bu. Dostlar, minnətdarımızı bildiririk bütün dünyada bize bakanlara və çox sağ olsunlar ki, Azərbaycanda gedən bu reality şousu doğrudan da yani Cənubi Azərbaycandan o qədər zənglər var idi. Vallahi Cənubi Azərbaycanda bütün bizim nə qədər pərəstişkalarımız var orada. Düşünün ki, baxın. Böyük ekranlarda, şəhərin müxtəlifi Ukraynadan, bax belə Rüstəm və Arif Səfərovlar göndəriblər, Vinitsa şəhərindən. Bütün hər yerdən bizə bax. Amerika, Texas, Houston, alqışlar. Hamıya minnətdarıq, hamıya təşəkkürümüzü bildiririk. Və bu işlə bağlı da bizim öz saytımız var. Maşın reality showsunun öz saytı var. MGP'nin de yani M Group Production'ın öz saytı var. Promote.az internet sayfası sayesinde. Ve bu saytta biz Promote.az şirketine birinci mən təşəkkürümü bildirirəm. Ve onu da hatırladım ki Promote'un sayesinde biz sayt yaratmışıq. Ve bu saytta bütün bu şəkillər olacaq. Saytın izleyicileri özləri seçəcəklər. Kimi galip seçsəz o adam da mütləq şəkildə bizim dünyanın hansı yerinde yaşasın. Bizden xüsusi bir hediye kazanacak. Çok sağ olsunlar. Ben bura Pervin Guliyeva ve Ayten Xəlilovanı dəvət etmək istəyirəm. Greenwich'ten. Greenwich müxtəlif. Çok Pervin, hoş geldin. Hamını salamlayırıq və bu bayram münasibətilə təbrik edirik hər birinizi və Murad bəy sizə bu mükəmməl şoya görə təşəkkür edirik. Sizinlə çalışmaq çox xoş idi bizim üçün və bütün iştirakçıları təbrik edirik. Çünki onlar hər biri qalibdir və buna görə də hədiyyələrimizi təqdim etmək istəyirik icazənizlə. Əlbəttə icazəmlə əlbəttə təqdim edin və onu da qeyd edim ki bir neçə iştirakçı xüsusi hədiyyələr olacaq o da dükkanda. Bəli, bəli. Greenwich dükkanlarına yaxınlaşacaqlar. Buyurun, iştirakçılar üçün Greenwich'dən çox dəyərli hədiyyələr. Mən minnətdaram Greenwich dükkanlar şəbəkəsinə. Çox sağ olsunlar. Hər bir iştirakçı orada ad-bad yazılıb. Hə deyəsən? Ad-bad yazılıb. Bəli. Hədiyyələr alacaqlar. Minnətdarımızı bildiririk. Biz isə bu hədiyyələr sırası, hədiyyələr yağışında bu şoya bir ifaçını da dəvət edirik ki, deyəsən sanki bugün bir ne bileyim Vacif Gerayzade ifaçıları gecesidir. Natavan Habibi Maşın Reality Show'sunda. Geçmişim, biz birlikte ikimiz günlerden geçmişik. Terk edebilmediğim en pis vertişim, canımı aldı benden. Getir gidişin, sen gitmişsen günlerim boz engeldenir. Sen gitmişsen yanıma takımın ışığı sönür. Sen gitmişsen soyuklar düşüp evime. Gözlesem de gelen değil sana görüşlerime. Gayet geri
Geri dönmek ayıp değil. Sensizliğe korkum hayalim. Sensiz neyim, sensizliğim. Yoktu yeri kayıp geri, kayıp geri. Geri dönmek ayıp değil. Sensizliğe korkum hayalim. Sensiz neyim, sensizliğim. Yoktu yeri kayıp geri. Əziz dostlar, Natavan Əbibi alqışlarla. Teşekkürler. Çok sağ olun. Gör necə alqışlayırsınız. Hamınızı salamlayıram. Bütün iştirakçılarımızı, bütün qonaqlarımızı, bütün xalqımızı da bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Vətənimiz hər zaman belə firavan günlər yaşasın inşallah. Amin. Amin dostlar. Natavan Həbibim mənim əziz dostum bugün buradadır. Çox sağ olsun ki, dəyərli vaxtını ayırıb gəldi bizimlə. Siz sağ olun ki, bizi dəvət edirsiniz. Siz hər sağ olun. zaman. Siz sağ olun. Natavan, xahiş edirəm. Dostlar, World Telecom hədiyələrdən gəlir. World Telecom buradadır mı dostlar? Kim? Elnur İsmail World Telecom'dan. Xahiş edirəm Elnur. Elnur gəl buraya. Elnur, mən daha çox hədiyələr gözləyirəm. Nəsə, 3 dənə hədiyyə. Mən fikirləşirəm ki, hər çıxan iştirakçı üçün hədiyyə olur. Biz hər iştirakçıya hədiyyə vermişik. Verilib dostlar, hər çıxan iştirakçı verilib. Amma dillənin də bir deyin də bir hədiyyə almışsın yoxsa yox. Biz bax belə lazer gravirovkalı Baxın dostlar, xüsusi bir telefon. Philips maşın yayıcı çok special edition, yəni xüsusi bir versiyada. X588 Philips telefonu maşın yayıcı olsun finalçıları üçün. Dərin təşəkkürlər. Elnur, çox sağ olun. Bu Nisiyə Dəftəri kampaniyası da davam edir World Telecom'dan, hə? Davam edir. Bəli, davam edir. Hamımızı hər vaxtınız xeyir olsun. Hamımızı xoş gördük maşın şou final gecəsində. Hamımız, bütün Azərbaycanlıları bayramı mübarək olsun. Təbrik edirik. Çox gözəl, maraqlı, çətin mübarizə gedirdi. Amma qalib artıq təyin olundu. Biz adını deməyin Ali. Yox, demirik. Narahat olmayın. World Telecom ailəsi adından təbrik edirik onu. Çox sağ olun. Biz də sizi təbrik edirik. 20 yaşınız oldu. World Telecom, əziz dostlar, minnətdarıq. Bizimlə illərdən bəri çiyin-çiyinə dostlarımız, gözəl insanlar World Telecom bizimlə çiyin-çiyinə fəaliyyət göstərdi. Çox sağ olsunlar. Əziz dostlar, reklamlar ATV telekanalında dərhal sonra qayıdın. Bu hədiyələr yağışı və qalibin adı biləcək Azərbaycan xalqı kimdir qalib? Burada siz eşitsəydiniz nələr baş verir, kimlər nələr danışır. Bugün, bu gecə ümumiyyətlə çox maraqlı gecədir. Hamımız, biz dünən deyəsə, səhv eləmirəmsə, günlərin sayı artıq itirmişəm beynimdə. Biz çalışdıq bütün bu müddət ərzində iştirakçılar heç birinin heç kimə qarşı kini qalmasın. Heç kimin inciliyi qalmasın. Hamımız bərabər, hamımız bir arada, hamımız mehribancasına, sevə-sevə, deyə-deyə. Bilmirəm, Təranə Qumral'la Sərxan Kərimoğlu arasında necə hisslər, yəni? Necə? Əla. Sərxan, siz necə? Bir yaxınlaşın, bir əl uzadın. Sərxan Kərimoğlu. Yox. Təranə Qumral gör oradan deyir ki, rahat bir... Amma yenə də, bir dəqiqə. Burada bir başqa bir məsələ var. Bu maşının növbəti sürətinin bir anonsudur bunlar. Bunlar elə-belə məsələlər deyil. Dostlar, xatırladıram ki, bu müddət ərzində hamımız kim hara getdik, hara fırlandıq, hara neynədik, axırda gəldik, yemək masasına əyləşdik. Ümumiyyətlə, xalqımızın belə bir gözəl adət ənənəsi var da. Neynirsən elə, axırda yeməklə bitsin. Yeməklə, bir masa ətrafında hamımız yığışaq, hamımız birləşək və bu arada Pakistan həmən o belə bir məkandır ki, Sima bilir bu barədə. Sima, xoş gördük Sima Çələbi. Necəsiniz? Çox sağ olun Murad bəy, xoş gördük sizdə. Biz həmkarlarımızla gəlmişik. Seyran, xoş gördük əziz dostum. İskəndər, xoş gördük əzizim. Xoş gördük, çox sağ olun.
Həqiqətən təməli 1997-ci ildə qurulan xalqımızın Qurtuluş Günü münasibətinə təsadüf elədi bugünkü qarşıdurmanın final günü. Bu münasibətlə bütün xalqımızı şirkətimiz adından təbrik eləmək istəyirik. Belə huzurlu, güvənli və sevincli günlərimiz bol olsun inşallah. Azərbaycan teleməkanı isə maşın reality şousu kimi gözəl verilişlərlə bol olsun. Murad müəllim, sizə işlərinizdə uğurlar arzulayırıq. Bir söz də var ki, Cervantes deyib ki, Murad müəllim, mədəni saxlayan ayaq deyil, ayağı saxlayan mədədir. Əminəm ki, bu fikirlə Elcan razıdır, İslam razıdır. Ümid edirik ki, bizim Pakdadın yeməklərinin hazırladığı yeməklərlə tamlıqla razı qaldı bizim bütün iştirakçılarımız. Daha ətraflı təbii ki, həmkarlarıma sözümü ötürmək istəyirəm. Bəli, nəinki iştirakçılarımız, bütün heyət bizdə 100-dən çox insan çalışırdı burada. Biz hamımızın yemək, qida və ümumiyyətlə gözəl əhval-ruhiyyə təminatçımız elə siz oldunuz, Pakdad oldu. İstərdim qeyd edim ki, Murad bəy, salam aleyküm, hər vaxtınız xeyir. İstərdim qeyd edim ki, Pakdad restoranı artıq 10 ilə yaxındır ki, öz müştərilərini ləzzətli təamlarla sevindirir və öz güvənini qazanır və xüsusilə bu ərəfədə xüsusilə iftar menüsü hazırlanıb, təklif olunub və bu menü ilə tanış olmaq üçün sadəcə sosial şəbəkələrdə Pakdadın səhifələrini izləmək mütləqdir və hər kəsi Pakdada dəvət edirəm. Bilirsiniz ki, getdiyiniz məkanlarda söhbət yemək yeyərkən biraz parking problemi olur və o baxımından Pakdadda belə bir problem yoxdur. Nəyə görə onu İskəndər sizə söyləyəcək? Biz hər kəsi buradan salamlayırıq. İlk öncə bütün xalqımızı məsələ Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Murad Dadaşova bir gürultu alqış gəlsin. Çünki o bu şounun doğrudan da dadıdır, simasıdır və məsələ komfort dedikdə biz Pakdad deyirik. Çünki Pakdad sizə bax elə bu şəraiti yaradıb. Siz fikirləşəndə ki, hara gedim, necə edim, harada parking edim, məhz Pakdad bu sualın cavabını belə bildirir. Gəlin bizə avtomobil tamamilə parkovkamızda problem yoxdur. Maşının açarını təhvil verirsiniz bizim əməkdaşlarımıza, əməkdaşlarımız birbaşa onu gözəl şəkildə parking edir və ən əsası bu zaman sizin maşınınız istirahət etdiyiniz vaxt sığortalanıb. Bu da çox önəmlidir. Və yeri gəlmişkən, restoranımızın ünvanını xatırlatmaq istəyərdim tamaşaçılarımıza. Belə ki, Koroğlu Rəhimov 13 ünvanında yerləşir. Telefon nömrələrimiz 050 250 63 63. Teşekkürler. Her finalçıya bak böyle bir güzel kart. 25%'lık indirim kartı. Teşekkürler dostlar. Çok sağ olun. Minnettarım. Uğurlar olsun. Pakdad salamlarımız ve saygılarımız onlara. Dostlar çok sağ olun. Biz ise devam edirik. Ve çok uzatmadan bu müddet ərzində gözəlliğimizin de təminatçısı Biyotek şirkəti oldu. Bütün bizim hanımlar, Tərənə Qumral, Aksana Rəsulova, Pərvin Abıyeva, Səidə Sultan hər biri Biyoteklə, Biyoteklə xüsusi təşəkkürlər bildirdi. Efir vasitəsilə Tərənə xanım hər dəfə oradan əlləriyle işarə edirdi. Hər kəsin axşamınız xeyir olsun. Biyotek Gözəllik Mərkəzi adından biz sizi salamlayırıq və ilk öncə biz öz qalibə təbrik edirik qalibi və xüsusi bir hədiyyə qalib üçün biz hazırlanmışıq. Galip xanım olmasa da bizim oğlanlardan biridirsə, amma eyni zamanda bu hədiyyə onun üçündür. Nədir onun içində? Bu qulluq vasitəsi. Tam olaraq. Təşəkkürlər. Minnətdarıq. Biyotek adından bu gözəl hədiyyəni Biyotek elə gözəllik şəbəkəsi adətən xanımlar üçün nəzərə tutulduqda biz istəyərdik bu son üçlükdə qalan Aksana xanıma bir xüsusi hədiyyə təqdim etmək, bir ay tam ödənişsiz bütün xidmətlərdən istifadə edilmək müddəti. Finala qalmaq bu deməkdir, gördünüz. Təşəkkürlər Biyotek, çox sağ olun, minnətdarıq. Sağ olun Elnar Ahmetovaya da minnətdarıq. Dərin təşəkkürlərimizi bildiririk. Dostlar və əlbəttə bu sevincli dəqiqələrlə bərabər biz əlbəttə bir kədərli dəqiqələrimizlə yaşadıq bu şou ərzində. Bir neçə insan oldu, bir neçə şəxs oldu ki, bizimlə telefon əlaqəsi saxladı. Bu müddət ərzində təşəkkürlər Elcan, çox sağ ol. Elcan, artıq biz belə bir duetdə çalışırıq Elcan'dan. Dostlar, əlbəttə bu günlər ərzində biz Həyat Fondu haqqında danışırdıq. Bu Həyat Fondu, Hacı Nuran rəhbərlik etdiyi Həyat Fondunun dəstəyini verən dəyərli insanlar, hörmətli bizim Leyla xanım Əliyeva öz dəstəyini verdi bu fonda.
Və bu dəstəklə bir daha hətta o səviyyədən hamı başa düşdü ki, biz bir arada, bir millət, bir xalq, bir cəmiyyətik, bir dövlətik. Və əlbəttə bu günlər ərzində hər birimiz o həyəcanı yaşayırdıq, o kədərli dəqiqələr var idi. Hacı Nuran sağ olsun, Ramiz Əzbəyli, gözəl Ramiz müəllimin qonağı oldu. Biz gördük ki, Ramiz müəllim müəyyən bir səhətində problemlərlə üzləşdi. Gözəl bizim ifaçımız Elmira xanım Rəhimovanın evində idi. Sağ olsun, o da öz ürək sözlərini bildirdi. Nə dərəcədə bizə gözəl bir ab-hava yaşatdı. Hacı Nuran bugün də öz salamları ilə bir şəxsin qonağı idi. Və gəlin bir süjetə baxaq, Hacı, olarsa gəlin süjetə baxaq və dərhal sonra qayıdaq studiyamıza. Əziz dostlar, biz hal-hazırda çox gözəl bir insanın yanındayıq. Respublikanın xalq artisti Könül xanım Xasıyeva. Hamımız çox sevirsiniz bu insanı, bizim də buradayıq. Könül xanım, nə deyə bilirsiniz? Nuran, sənə əvvəla təşəkkür edirəm. Çox sağ ol, mənim əziyyətimi çox çəkirsən. Bugün də gözəl bayram günüdür. Xalqımızı, dövlətimizi təbrik edirəm bu gözəl bayram münasibəti ilə. Murad gerçəkdən öz sahəsində sözünü demiş insandır, qardaşımızdır və verilişi də çox baxımlıdır. Uğurlar arzulayıram. Bilmirəm maşın kimə qismət olub. Kimə qismət olubsa Allah çoxlu xeyrim versin. Mənim özümə də çox maraqlıdır həqiqətən. Əlbəttə gözəl ifaçımız Könül xanımı müəyyən dərəcədə belə bir səhətində yaranmış problemlər nəticəsində artıq belə bir vəziyyəti görmək istəməzdi, amma nə idi? Həyat bundan ibarət. Həyat həm sevinclidir, həm də müəyyən dərəcədə kədərli. Bax, bu sevincli tərəfi də həyat fondu ilə bağlıdır. Hacı Nuran, birincisi, uşaqlıq dostum Hacı Nurana mən dərin təşəkkürümü bildirirəm ki, bu işi artıq başlayıb və fəal davam etdirir. Bir daha yorulmadan bu işə öz dəstəyini vermiş Leyla xanım Əliyeva öz dərin təşəkkürümüzü bildiririk. Leyla xanım doğrudan da hər bir işdə, mərhəmətdə, ümumiyyətlə qayğıkeş bir insandır və ümumiyyətlə dövlətimiz birdir. Biz hamımız birik, cəmiyyət birdir və bu yalnız sevindirici bir haldır ki, hər kəs, imkanı olan şəxs, məsəl üçün təsirli olan şəxs çalışır ki, öz imkanından istifadə eləsin və digərlərinə yardım olsun, kömək eləsin. Və bu arada Könül Xasıyevaya da, Könül Xasiyevanın da səhətində yaranmış problemlər nə dərəcədə mürəkkəb, nə qədər çətindir? Sən özün həkimsən də, ona görə həkim kimi də müraciət edirəm sənə. Ümumiyyətlə, Könül xanım 2 müddətdir çox ağır vəziyyətdədir, müalicə almalıdır və o biraz belədir ki, qapalı şəraitdə, yəni heç kəslə kontakta girmirdi, şükür Allah biz onu tapdıq. İndi Respublika Müalicə Diagnostika Mərkəzi boyuna götürüb, hal-hazırda orada müalicə alır. Və əsas o insanı depressiyadan çıxartmaq lazım. Mən istədim ki, burada hamı sənət yoldaşlarımız buradadılar hamısı. İstərdim ki, heç olmasa bir dəfə, günə bir dəfə kimsə onun dəyişsin, əlaqə saxlasın. O insandır ki, onun yəni, ürəyi kövrək bir insandır, neçə müddətli efirlərdən uzaqdır. İstərdim ki, hər kəs bir dəfə gedib ona dəyişsin, heç olmasa və Allahdan ona şəfa diləyirik. Allah can sağlığı versin, əvəz olmaz bir insandır. İnanırıq ki, bəlkə bir aydan sonra inşallah öz o gözəlliyə qayıdacaq, elə səhnədə biz onu görəcəyik. Həqiqətən də burada sənət adamları əyləşib, dayanıb, bizim də dostlar həqiqətən də bu anlarda çalışın, doğrudan yaddan çıxartmayaq. Bu belə günlərdə, xüsusilə bu ayda müqəddəs bir aydır, gözəl bir aydır və bu ayda bizim ehtiyacı olan insanların yanında olaq. Hər halda bir zərrə qədər salam desək, öpsək, qucaqlasaq, görün nə qədər onlar üçün bir ruh yüksəkliyi olar bu. Təşəkkürlər. Hacı Nuran, minnətdaram sənə əzizim. Bu günlər ərzində bizimlə çiyin-çiyində oldun. Həyatda hər zaman biz bərabərik. Bütün mənim səyahətimdən bağlı nə kimi problem olursa o qədər həkimlər olur. Biz yenə də mənim dostum Hacı Nurana müraciət edirəm. Onun sayəsində özüm onun təqidlə başlamışam səyahətimə diqqət yetirməyə. Amma Allah həmişə hər birimizi bu anda bir-birimizə yaxın doğma eləsin. Çox sağ olsunlar. Əziz dostlar, mən xatırladıram ki, bugün bizim ifaçılarımız da var. Bugün
burada dayanan çox sayılı iştirakçılarımız, biz istəməzdik onlardan istifadə edir. Yəni, deyək ki, yaxşı, gəlmişkən mahnı da oxuyun. Biz sadəcə istədik ki, iştirakçılarımız istirahət eləsinlər bugün. Sadəcə desinlər, gülsünlər, bir-birlərini görsünlər, bir-birinə ürək sözlər desinlər. İfaçılarımızdan kim var? Mən sadəcə istəyirdim bilim. Bəli. Dostlar, bu arada bizim şovumuza bir qonaq gəlib, gözəl bir xanımdır, yeni bir mahnısı ilə gəlib, Türkan Heydərova. Bayramınız mübarək olsun. Türkan Heydərova, alqışlarınızla Türkan, təşəkkür edirik. Çox təşəkkür edirəm sizə Murad bəy. Təbrik edirəm indidən. Bilmirəm düzdür qalib kimdir. Yəqin bir neçə dəqiqədən sonra hamı ilə bərabər biz də bunu biləcəyik. Təbrik edirəm indidən və təbii ki Milli Qurtuluş Bayramınız mübarək. Təşəkkür edirəm. Türkan, təşəkkür edirəm. Əzizim, çox sağ ol. Türkan Heydərova bugün şovumuzun qonağı idi. Əziz dostlar, mən bu arada siz bilirsiniz ki, yəni bu şov ərzində insanlar qapalı məkanda qalırdılar. Düzdür, gözəl bir yerdə istirahət edirlər, gəzirdi, dünyanı gəzirdi, hər yerdə olduq. Bu müddət ərzində görün harada olduq biz. Biz getdik, Pilot Rezidensin satış mərkəzində qonaq olduq.
Uşaqlar ətraflı o haqda məlumat aldılar. Gördülər ki, pilot rezidensiya gələn insanlar nə qədər rahatlıqla mənzil alırlar. Getdi Bravo'da qonaq olduq. Görün nə qədər insanlar gəldi ora. Nə qədər insanlar sağ olsunlar. Go Sport'da olduq bu müddət ərzində. Contact Home'a getmişik. Mənim yadımda futbol oynadık, bəli, futbol oynadık. Emiləndə qonaq getdi. Hikmət Hüseynova, dərin təşəkkürlər Emilən. Bəli, bugün 3 nəfər iştirakçı Aksana Rəsulova, gəlin. İslam Mehrəliyev və Elcan Rəsulov üçü də Emilətdən giyinib. Hətta Aksana'nın da giyimi bugün Emilətdəndir dostlar. Necədir, rahatlı yoxsa? Çox rahatdır, teşekkür edirəm. Çox gözəl bir. Mən elə bilirdim ki, qabaqları ancaq kişilər üçün də Emilət, amma yox. Əmin oldum ki, orada belə bir ofis, как говорится, İş kostyumlardan əlavə də çox gözəl gecə libasları, belə вечерний платье. Orada? Aksana Rəsulovun Azərbaycan kursları devam edir. Mənim dostum Aynur Kərimova buradadır. Və bu günlər ərzində Aksana yaxın Aynur xanıma qoy səni Azərbaycan lap mükəmməl öyrətsin. Təşəkkürlər. Dostlar, xatırladıram ki, bu günlər ərzində bizim bir dostlarımızla da biz əlavə tanış olduq və onların məhsullarından da faydalandıq. Bu Nikas kosmetikasıdır ki 2012-ci ildə Türkiyədə artıq təsis olunub və bugün Əşrəf Şıxaliyev bizimlə bərabərdir. Əşrəf, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Xanım, buyurun. Bəli, burada, mərkəzdə. Axşamınız xeyir xanımlar və cənablar. Murad bəy, bayramınız mübarək hər birinizin. Bu bizim şirkət adından bizim hər 3 finalçıya hədiyyələrimizdir. O ikisi və bu xanım üçündür. Murad bəy, ilk öncə onu qeyd etmək istərdim ki, yalnız Azərbaycan miqyasında deyil, dünya Azərbaycanlıları miqyasında izlənən, müzakirə olunan və bu sevilən proyektin bir parçası və dəstəkçisi olmaqdan qürur duyuruq. Təşəkkür edirik sizə. Allah sizə də şəfa versin. Sizin imzanız olan hər bir proyekt möhtəşəmdir. Təşəkkür edirəm. Murad bəy, və qısa Nikas haqqında, Nikas Cosmetics brendi 2012-ci ildə Türkiyədə təsis edilib, məhsullar qabaqcıl Avropa standartlarına uyğun olaraq yüksək keyfiyyətli xammaldan hazırlanır. Bizi bu günlər ərzində sevindirən məqamlardan biri də bizim bu əziz iştirakçılarımız, ölkədə sevilən, seçilən və sayılan simalar insanların məhsullarımızdan istifadə edərək yüksək belə keyfiyyətli olduğunu vurğuladıqlarını və bəyəndikləri bizim ən böyük uğurumuzdur. Təşəkkür edirəm hər birinizə. Nikas, dərinizə dəyər verin. Çox son uğurlar olsun dostlar. Minnətdarıq sizə. Xatırladıram ki, hətta 3 finalçımıza belə bir hədiyyələr var. Əziz dostlar, siz artıq ölkənin istənilən bölgəsindən, evinizdən hər 3 operatora məxsus nömrələri yalnız bir ünvanda nömrəm.az saytında tapa bilərsiniz. Artıq mağaza gəzməyə ehtiyac yoxdur. Sadəcə nömrəm.az saytına müraciət edin. Saytın xidmətləri yalnız bununla yekunlaşmır. Belə ki, hər bir nömrə sahibi istifadə etdiyi nömrəsini nömrəm.az axtarış bazasına satış məqsədi ilə əlavə edərək dəyərləndirə bilər. Nömrəm.az bütün nömrələr bir ünvanda. Dostlar, 3 finalçının üçünə də super bir mobil nömrələr. Bəli, nömrəm.az adından çox sağ olun. Axşamınız xeyir olsun. Əvvəl sizi salamlayıram. İlk öncə Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm və finalçılara nömrəm.az saytı adından nömrələr açıqlamıram, amma bilirəm ki, yaxşı nömrələrdir. Super bir nömrələr. Hər üç... Elcan deyil, mən açıqlayacağım. Dostlar, mən bu arada bir xoş xəbər də gəldi. Mən istəyirəm onu da qeyd edim. Bizim iştirakçımızla bağlı. Dünən səhv eləmirəmsə, elədirmi? Dünən Tarix Əliyev buradadır, təsdiqləyər artıq bu xəbəri. Özü gəldi bu xəbəri dedi və mən də istəyirəm bu xəbəri çatdırım. Birincisi, çox təəssüf, Eltonu görmədim bugün. Gəlin, gəl bura, gəl izah elə görüm. Elton niyə gəlməyib? Əvvəla hər vaxtınız xeyir olsun. Elton bütün iştirakçılara salamını göndərdi. Qalib olanlar ki, Allah xeyir versin. Elton ayın 12-sindən İstanbuldadır. Murad müəllim sizə də salamını çatdırdı. Üzürlü sayın ki, gələ bilmədi. Nə deyim, bu bir oyun idi. Məncə bu oyundan sonra hər bir insan öz fəaliyyəti... Bilirəm ki, əsəbi deyil Elton deyəsən. Ola bilərdi, çünki mən də buradan çıxanda əsəbi idim. Çünki mən də buradan gedəndə çox adamlar sevincli oldu, çox adamlar
əsəblərini göstərdi. Əsəblər sakitləşdimi? Həyatı da davam edirdi. Çünki başa düşürsünüz, neyin müqəddəs aydır, Ramazan aydır. Allah hər kəsin yolunu açıq eləsin. Əsas da ki, maşın şounun ayağını Eltona düşərli oldu. Elton dünənləri Azərbaycan teleradio... Azərbaycan Dövlət Televiziyası. Azərbaycan Televiziyası. Azərbaycan Televiziyası solisti. Bəli, Azərbaycan televiziyasının solisti oldu və bu bizim uğurumuzdur. Ürəkdən təbrik edirəm Eltonu. Uğurlar onun gözəl sənətində. Tarix fürsətindən istifadə edib səni də təbrik edirəm. Ayın 6-sı ad gün oldu. Çox təəssüf biz gələ bilmədi. Azərbaycan xalqı mənə Aqil Emquliyevi hədiyyə elədi. Ad günüm günü Aqil Emquliyev qaldı və başqa iştirakçı evə getdi. Kimi çıxartdı Aqil? Yadımda deyil. Kimi çıxartmışdı Aqil? İndi zarafat dostu deyəcəm. Səidə Sultan ayın 6-sı bir də gördüm mənə yazıblar ki, ay Tolik sənə hədiyyə eləmişik, Səidə evə gedib. Heç mən baxmamışdım. Zarafat edirəm. Səidə ilə oradan cavab versin. Sonra deyirlər ki, Səidə niyə? Səidə gör necə sakitdir. Səidə niyə? Mən olmayanda cavab verir də, mən olanda vermir. Doğrudan Səidə. Deyir də. İndi bax bir dənə cavab gələcək bu ilə də. Bütün mövzular bağlanacaq, xahiş edirəm. Maşın 15-i bugün başlamayaq da dostlar. Qoy oturmuşuq, xahiş edirəm. Səidə Sultan sanki bir anda mən ümumiyyətlə Səidəni bu müddət ərzində daha yaxından tanıdım və ümumiyyətlə Təranə xanım Qumral, bax bu müddət ərzində biz burada tanış olduq. Çox maraqlı bir münasibətlər yarandı. Çox maraqlı bir... Mən tanıdım insanları. İnsanları tanıdıqca adətən deyirlər ki, insanları tanıdıqca insan uzaqlaşır, əksinə doğmalaşır. Təranə Qumral, minnətdarıq sizə, çox sağ olun iştirakınıza görə. Çox sağ olun. Hətta deyir ki, mən 15-ə hazırlaşıram artıq. Cavad Rəcəbov, gəlin təşəkkür edək. Gözəl Cavad Rəcəbov gəldi. Şouda iştirak elədi bu müddət ərzində. Sağ olsun, çox sağ olsun. Azər Zahid nəinki iştirak elədi. Hətta gəldi, sağ olsun. Mənim ən çətin günümdə bir dəstək oldu. Bir aparıcı kimi də şouda iştirak elədi. Vüqarlı, Emilent kostyumunda. Bambaşqa... Vallahi bir mafyozlara oxşuyur. Bəli. Təşəkkür edirik Vüqarlıya, minnətdarıq. Fərda, Xudaverdiyev alqışla Fərda Amin. Dostumuz evlatları üçün başını aparmaq istedi. Ay yatdı. Necə oldu axı? Necə oldu siz qoymadınız? Üzeyir Mehdizadə bugün şovda gəlib sağ olsun və iştirak edir. Sərxan Kərəmoğlu alqışlarınızla bugün buradadır. Mən xüsusi qeyd etmək istərdim ki, bu şovda bir iştirakçı var ki, onun gəlişini mən səbizlə gözlüyordum və sağ olsun ki, gəldi və bizimlə bərabər keçirdi vaxtını. Nə qədər əsəbi olsa da, nə qədər həyəcanlı olsa da yenə də öz iti sözləri ilə yadda qaldı. Nadir Qafarzadə dostumuz, illərdən bəri dostumuz Nadir Qafarzadə buradadır, bizimlə bərabərdir. Bugün də vaxt tapdı, gəldi, bizimlə bərabər oldu. Səbui Xanlarov alqışlar. Dostlar, çox sağ olsunlar. Səbui Xanlarov da bugün buradadır. Bilirəm ki, özü avtomobillə gəlib. Hamıya sübut eləmək istəyir ki, bəli. 2 avtomobillə, hər şey, 10 nə avtomobillə gəlsin. Səbui Xanlarovun oyunu qoymadınız oynamaq. Qoymadınız, amma mən əminəm ki, Səbui elə sözünü deyəcək. 15. Əziz dostlar, bütün bu müddət ərzində mənə çox çətin idi işləmək. Maşın şousunun aparıcısı olaraq mən vallahi billah çox çətinlik çəkirdim. Xüsusilə ona görə ki, ən yaxın nöqtələrdən birində bu xanım dayanırdı və istər-istəməz veriliş də əldən gedə bilərdi, amma son anda özümü topluyordum. Pərvin Abıyev alqışlarınızla. Pərvin Abıyeva. Nə yaxşı ki, Pərvin Abıyeva var idi şouda və bugün də gəldi. Çox sağ ol Pərvin, minnətdarım diqqətinə görə və mən bilmirdim ki, belə etirazlı çıxışların olacaq. Amma çox maraqlıyım. Mən də bilmirdim. Tarix Əliyev şouda bugün də bizimlə bərabərdir. Nədənsə təvəzzükarcasına qıraqdan dayanır, baxır bizə. İstəmir çox yaxın olsun. Bəli. Tarix, sən qalsaydın vallahi sənin bir dublyajlarını eləyəcəkdilər. Dostlar, Kənan Mahmudov, Kənan Əməyəm bir neçə gündən sonra Londona uçacaq, amma hələ ki bizimlə bərabərdir. Aqil Emquliyev. Mənim üçün sanki Aqilin qayıdışı da oldu. Maşınla hətta show biznesə qayıdışı da oldu. Sanki belə qiymətləndirdim. Dostlar, Səidə Sultan əlbəttə alqışlarla mən qeyd etməyə bilmərəm. Və sonda Elton Hüseyin Əliyev, bəli, hansı ki iştirak elədi və üçlüyümüz. Aksana Rəsulova,
İslam Mehrəliyev və Elcan Rəsulov. Unique adından Unique Parfüm bizim dostlarımız Çingiz Salam və Unique Parfüm hədiyələr hazırlayıb 3 finalçının 3'ü üçün və 3'ünüz üçün də bax, bu hədiyələr artıq Namik çox sağ ol təqdim edir. Minnətdarıq. Dostlar, nə qaldı? Qaldı bizim öz şəxsi təşəkkürlərimiz. Delta Telekom'a bu arada təşəkkürlər. Delta Telekom bütün bizim işimizi, bütün yayımızı təmin etdi. Delta Telekom təşəkkür edirik. Bu arada təşəkkürlərimiz, xüsusi minnətdarlıq Emiland Modalar Evinə, hər zamanda olduğu kimi Hikmət Hüseynov, Səbuy xanlar, ümumiyyətlə hamının bu gün demək, əksəriyyətin əynində elə məhz Emilandin məhsullarıdır, Emilandin bax möcüzələridir, möcüzələri. Çox sağ olsun Hikmət Hüseynov, hər zaman mənim əynində nə gördünüzsə bilin ki, Hikmət Hüseynov. Xoşunuza gəldisə Hikmət Hüseynovun məhsuludur, xoşunuza gəlmədisə, əminəm ki, o eli adamlar çox azdır, yoxdur eli adamlar. Çox sağ olsunlar. Orly Servis her zaman bizimle beraber. Orly Servis dostlarımız Lali Hanım, Xəqani müəllim çox sağ olsunlar. Və APA İnformasiya Agentliyi əlbəttə bu müddət ərzində bizimle beraber bizim əsas informasiya dəstəkçimiz oldu. Sağ olsunlar. Minnətdarıq onlara. Və yenə də olduğu kimi mənim öz şəxsi təşəkkürlərim ATV telekanalına və ATV telekanalının rəhbəri Cənab Vüqar Qaradağlıya. Minnətdarıq Vüqar müəllimə. Bütün bu müddət ərzində studiyamız buradaydı. Kənan Agil bu haqda deyirlər. Bu kinoçular, kino xadimləri üçün çox doğma bir məkandır. Azərbaycan Film Kino Studiyası, Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyası və bu studiyanın əməkdaşları başda gözəl dostumuz, əziz dostumuz Müşfiq Hətamov olmaqla. Müşfiq müəllimə minnətdarıq. Əzmkar işi ilə hər dünyanın müxtəlif festivallarında Azərbaycan filmlərini aparır, təbliğ edir. Nə bilim, yüzlərlə festivalda Azərbaycan filmləri var və yeni kinorejissorlar ortaya çıxır və onlara həmişə dəstək olur. Minnətdarıq Müşfiq müəllimə və bütün heyətə təşəkkürlər. Və əlbəttə mənim öz şəxsi təşəkkürlərim M Group Production əməkdaşlarına, MGP və bütün heyət. Sizin böyük bir əməyiniz var bu işin ərsəyə gəlməsində. O Murad Dadaşov adı brendi arxasında siz varsınız deyə mən də varam. Siz olmasaz çox çətin olar. Dostlar, hamıya, bizim böyük operatorlar heyətimizə, rejissorlarımız, texniki heyət, səs rejissorları, montaj, hamı minnətdarıq. Koordinasiya, mühafizə xidməti, hər birinə minnətdarıq. Rəşid Cəbrayılov, sənə minnətdarıq, gəl bura görüm. Rəşid bugün elə gözəl bəzənib ki, onu göstərməmək olmaz. Və mən bütün bunları nəyə görə elan edirəm? Elan edirəm ona görə ki, sonuncu süjet gəlir, dostlar. Bu sonuncu süjet elə qalibin kim olduğu haqqındadır. Qalib necə müəyyənləşdi, indi görəcəksiniz. Beləliklə, dostlar, maçın 14 qarşıdurmanın əsas açıqlaması. Bu avtomobilin, bu maşının sahibi kimdir? Gəlin, baxaq. Diqqət ekranlara. Nədə yaxşıdır. Gördüyünüz kimi çox çətin mübarizə idi, həddindən artıq çətin. Əvvəldən biz danışmamışdıq oradakı maşını, kimsə belə yaramızda falan danışmalı adam da yox idi orada. Sadəcə səhətim imkan vermədi. Bura qədər imkan verdi. Mən əvvəldən demişdim ki, ola bilər səhətdə problemlər olsun. Ardında getmək olardı, amma bura qədər bəsdir. Sür özün üçün cəmaat deyir, amma Elcan edir. Görürsünüz, maşın İslam sürücək.
Dəfələrlə də verilişdə demişdim ki, İslam maşınsız qalmayacaq. Qalmadı. Sözün üçün. Yaxşı yerdir. Təbrik edir İslam. Çox sağ olun. Əlinizi çəkə bilərsiniz. Doğrudan. Böyrüm ağrıyır. Əziz dostlar, gördüğünüz gibi əziz dostlar, biz qalibi belə əməlləşdirdik. İslam Mehrəliyev, yaxınlaşın mənim yanıma, yaxınlaşın. Sərxan, Nadir. Hələ ki, bir dəqiqə, bir saniyə, hələ ki yerə salın, bir dəqiqə, hələ vaxt olacaq. Nadir, Sərxan, bir alqışla bu iki nəfərə, gör necə ürəklə sevinirlər dostlar, çox sağ olun. Məsələ ondadır ki, Vasif Əliyev, Eyüp mənim buradadır, Vasif mənim buradadır. Nurgün Motorsun bizə hədiyyə etdiyi ilk maşından biz Nurgünlə bərabərik. Və bu maşında da Nurgün bizimlə bərabər oldu. Minnətdarımı bildirəm. Çox sağ olun. Murad bəy, biz təşəkkür edirik. Bizim üçün fəxrdir burada 14-cü buraxılışları maşın reality şovda burada olmaq. Birinci şovdan sizinlə birgə əməkdaşlıq edirik. Ümid edirik ki, bundan sonraki sizin bütün proyektlərdə Nurgün Motors sizinlə birgə olacaq. Qalibimizi təbrik edirik. Çox qısa vaxtdan sonra biz onunla servisdə görüşəcəyik. Onu servisə dəvət edirik. Qısa müddət sürəndən sonra buyursun gəlsin bizim servisimizə. Nurgün Motorsun dünya standartlarına cavab verən servisi var. Buyursun gəlsin, 5 il, 155 min zəmanət veririk ona. Buyursun gəlsin, öz avtomobilinə bizim servislərimizə xidmət eləsin, xeyirli uğurlu olsun. Beləliklə, Vasif mənim, bu haçarı siz mənə verirsiniz, mən isə icazənizlə. Əziz dostlar, xatırladıram ki, bütün bu müddət ərzində, maşının 14-cü sürəti ərzində bu qarşıdurmada bir şəxs qalib olacaqdır. Bu 18 nəfərdən hansı qalib olacaqdır bilmirəm, amma bir neçə gün bundan öncə İslamın dünyaya gəldi bir qızı, Məryəm qoydu Allah. Bilmirəm, inanırsınız elə şeylər, inanmırsınız. İnsan Allaha inanar, ondan başqa nəyə inanmalı. Amma bu doğrudan bir möcüzədir. Deyirlər ki, uşaq gələndə ruzusu da o ilə gəlir. Bax, bu Məryəm balanın ruzusuydu. Sən demə bu Məryəm balanın ruzusuymuş. İslam, mən səni təbrik edirəm. Bu açarlar sənindir, buyur. Əziz dostlar, İslamı yola salırıq maşın ətrafına. Bizim bütün iştirakçılarla bərabər və səhnəyə Şahin İsmayılovu dəvət edirik. Bununla da şovumuzu, bax bu gözəl musiqi sənədləri altında bitiririk. Şahin İsmayılov səhnəyə gəlir. Şahin mən xoş gördük. İslam Mehrəliyev isə maşınla bərabər studiyamızı bu gözəl bayram günündə tərk edir. Mən gələndə bura məni Elcan gətirdi. İndi mən Elcanı aparmaq istəyirəm. Öpürəm. Hamınız haqqınızı halal eləyin. Murad mən sizə təşəkkür ederim. Sağ ol. Ay ışığı göy ulduzum aydı. Könlüme bir çıralandır bu gece. Ne bir çiçek ne bir yarpak solaydı. Ne inciyip yardan küsen olaydı. Ne bir çiçek ne bir yarpak solaydı. Ne inciyip yardan küsen olaydı. Her mühnete dözerem İslam Mehrəliyevi yola salır dostlar. Ondan əli qına yarğımaya. Bizi bir gün ayrı görsə yağılaya. Könlüm sənin əsrətindən dadılar. Gündə yüz yol sənə qurban olardım. Qorxuram ki deyərlər çox olar. Gündə yüz yol sənə qurban olardım. Qorxuram ki deyərlər çox olar.